Mənə əməliyyat edən həkim var idi. Mənə hər zaman yanıma gəlib gələndə mənə bir cümləsi var idi. Hər zaman belə motivasiya verirdi. Deyirdi ki, sən çempionsan, sən bunu da bacaracaqsan və bir gözə belə bir sloqan var idi. Deyir ki, sən bir dəfə çempion olan insan hər zaman çempion olmağa qadirdir. Və sən də bunu bacaracaqsan. Sadəcə bu əməliyyatdan zaten super keçib. Zaten bu əməliyyatdan sonra biraz fizioterapiyaya bir müddət 5 il ərzində sən artıq sağalmalısan. Amma bir müddət mənə düzdür fizioterapiyaya göndərsələr də sonra çox təəssüf ki, federasiyamız tərəfdən mənə dəstək olunmadı və müalicəm uzun müddət Artıq 9 ildir də. Artıq 9 ildir, bəli. Uzun müddət müalicəsiz qaldığım üçün bu proses biraz da uzandı. 5 il ərzində zaten bu bərpa olunmalı idi. Amma çox təəssüf dəstək olunmadığı üçün mənim müalicəm uzandı və artıq sağalmağım belə gecikdi. İnşallah ki, indi bundan sonra yaxın bir müddətdə əməliyyat olmalıyam Gənclər və İdman Nazirliyi tərəfindən. Əməliyyat olub, sonra güclü fizioterapiya almalıyam